Mədrasəti, mənim məktəbim. Həzihi mədrasəti, bu mənim məktəbimdir. Hiyə qaribətun minəl məscidi, o məscidə yaxındır. Hiyə mədrasətun kəbirətun ləhə thələthətu əbvabin, o böyük məktəbdir, onun 3 qapısı var. Əbvabuhə məftuhətunil ənə, qapıları indi, hal-hazırda onun qapıları açıqdır. Fi mədrasəti fusulun kəsiratun, məktəbdə çoxlu siniflər var. Həzə fasluna, bu bizim sinifdir. Və huvə faslun vəsi'un, və o geniş sinifdir. Fihi nafizətəni kəbiratəni, orada 2 böyük pəncərə var. Və fihi məkatibu və kərasiyyu, və orada yazı stolları və həmçinin stullar, oturacaqlar var. Və gördüyünüz kimi burada məkatibu məktəbin cəmidir. Məfəilu vəznində olduğuna görə tənvin qəbul etməmişdir. Və həmçində kərasiyyu, kursiyyunun cəmidir və bu da məfəilu vəznində olduğuna görə tənvin qəbul etməmişdir. Və bildiyimiz kimi ərəb dilində 4 cəm modelləri, 4 cəm modeli var, hansı ki bunlar tənvin qəbul etmir. Və bu dərsimizdə biz bu ikisini öyrəndik. Və fihi səbburatun kəbiratun, və orada böyük lövhə var. Həzə məktəbul müdərrisi, bu müəllimin yazı stoludur. Və zəkə kursiyyuhu, o isə onun oturacağıdır, stuludur. Və zəkə işarə əvəzliyidir, orta uzaqlığı bildirir. Zəlikə daha uzağı bildirir, zəkə isə orta uzaqlığı bildirir. Və tilkə məkatibut tulləbi və kərasiyyuhum, o isə, onlar isə tələbələrin yazı stolları və onların oturacaqlarıdır. Və məkatibu cəmdə olduğuna görə, qeyri-aqil olduğuna görə tilkə işarə əvəzliyi işlənib. Və biz də bilirik ki, ərəb dilində insan bildirməyən, yəni insan olmayan isimlərin cəmi qadın cinsinin təki kimi, təki qrammatik xüsusiyyətlərini kəsb edir. Və buna görə də tilkə işlənmişdir. Məktəbul müdərrisi kəbirun və məkatibut tulləbi sagiratun, müəllimin yazı stolu böyükdür. Tələbələrin yazı stolları isə kiçikdir və yenə də məkatibu cəmdə olduğuna görə sagiratun qadın cinsində işlənmişdir. Fi faslinə aşaratu tulləbin, bizim sinifdə 10 tələbə var. Və hum min bilədin müxtəlifətin, və onlar müxtəlif ölkələrdəndirlər. Həzə Muhammedun və huvə minəl yəbəni, bu Muhammeddir və o Yaponiyadandır. Və həzə Xalidun və huvə minəs-Sini, və bu Xaliddir və o Çindəndir. Və həzə Əhmədu, və bu Əhməddir. Və huvə minəl-Hindi, və o Hindistandandır. Və həzə İbrahimu, və huvə min Ğanə, və bu İbrahimdir və o Ğanədəndir. Və burada fikir versək, Əhmədu sözü tənvin qəbul adı, yəni Əhmədu adı tənvin qəbul etməyib. Və biz inşallah gələn dərsimizdə öyrənəcəyik ki, ərəb dilində tənvin qəbul etməyən
isimlərin qruplarından biri də əf'alu babında olan adlar və sifətlərdir. Və inşallah biz bunu gələcək dərsimizdən biləcəyik. Və həzə İsmailu və huvə min Nigeriya. Və bu İsmaildir və o Nigeriyadandır. Və gördüyünüz kimi İbrahimu və İsmailu adları tənvin qəbul etməmişlər. Çünki qeyri-ərəb adlarıdır, əcəm adlarıdır. Və həzə Yusufu və huvə min İngiltərə. Və bu Yusifdir və o İngiltərədəndir. Və Yusif adı da həmçinin qeyri-ərəb adıdır. Və həzə Bayramu və huvə min Türkiyə. Və bu bayramdır və o Türkiyədəndir. Və Bayramu adı da əcəm adıdır, qeyri-ərəb adıdır. Və həzə Ammarun və huvə min Maliziyə. Və bu Ammardır və o Malaziyadandır. Və həzə Aliyyun və huvə min Əmrikə. Və bu Əlidir və o Amerikadandır. Və həzə Əbu Bəkrin və huvə minəl Yunani. Və bu Əbu Bəkirdir və o Yunanistandandır. Hum min biladin muxtəlifətin. Onlar müxtəlif ölkələrdəndir. Və lüğatuhum muxtəlifətun. Onların dilləri də müxtəlifdir. Və əlvanuhum muxtəlifətun. Onların rəyləri də müxtəlifdir. Və əlvanun lovnun sözünün cəmidir, rəy deməkdir. Və lakin dinuhum vahidun. Lakin onların dini birdir. Və rabbuhum vahidun. Və Rəbləri də birdir. Və nəbiyyuhum vahidun. Və peyğəmbərləri də birdir. Və qiblətuhum vahidətun. Qiblələri də birdir. Hum muslimunə. Onlar müsəlmandırlar. Vəl muslimunə ixvatun. Müsəlmanlar isə qardaşdırlar. Həzə müdərrisunə. Bu bizim müəllimimizdir. İsmuhu şeyxu Bilalun. Adı Şeyx Bilaldır. Və huvə minəl mədinəti. O Mədinədəndir. Və huvə raculun salihun. O əməli salih kişidir. Nəhnu nuhibbuhu kəsiran. Biz onu çox istəyirik. İndi isə mətnlə əlaqəli suallar verilib bizə. Bu sualları cavablandırmaq bizdən tələb olunur. Əynə həzihil mədrasətu. Bu məktəb haradadır? Cavab: Hiyə qaribətun minəl məscidi. O məscidə yaxındır. Kəm bəbən ləhə. Onun neçə qapısı var? Ləhə thələthətu əbvabin. Onun 3 qapısı var. Əmuğləqatun əbvabuhəl ənə əm məftuhətun. Onun qapıları hal-hazırda açıqdır, yoxsa bağlı? Cavab: Əbvabuhə məftuhətunil ənə. Hal-hazırda qapıları açıqdır. Kəm nəfizətən fi həzəl fasli. Bu sinifdə neçə pəncərə var? Fihi nəfizətəni. Orada 2 pəncərə var. Kəm talibən fi həzəl fasli. Bu sinifdə neçə tələbə var? Fihi 10 tulləbin. Orada 10 tələbə var. Əkulluhum min bələdin vahidin. Onların hamısı bir ölkədəndirmi? Lə. Hum min biladin muxtəlifətin. Xeyr, onlar müxtəlif ölkələrdəndir. Min əynə Əbu Bəkrin. Əbu Bəkir haradandır? Huvə minəl Yunani. O Yunanistandandır. Min əynə Əhmədu. Əhməd haradandır? Əhmədu minəl Hindi. Əhməd Hindistandandır. Min əynə Yusufu. Yusif haradandır? Huvə min İngiltərə. O
İngiltərədəndir. Min əynə Muhammedun, Məhəmməd haradandır? Huva minəl yəbəni, o Yaponiyadandır. Mən müdərrisuhum, onların müəllimləri kimdir? Müdərrisuhum əş-şeyxu Bilalun, müəllimləri Şeyx Bilaldır. Min əynə huva, o haradandır? Huva minəl mədinəti, o Mədinədəndir. Növbəti tapşırıqda bizə cümlələr verib, mətnlə əlaqəli olan cümlələrdir və doğru olan cümlənin qarşısına biz bu işarəni qoymalıyıq, yəni bəli işarəsini qoymalıyıq, düzdür işarəsini qoymalıyıq. Səhv olan, yəni mətnlə uyğun olmayan, mətnə uyğun gəlməyən cümlənin isə qarşısına biz səhvdir işarəsini qoymalıyıq. Mədrasəti qaribətun minəl matari, məktəbim aeroporta yaxındır. Və burada bu səhvdir. Bu səhvdir, çünki mətndə mədrasəti qaribətun minəl məscidi, məktəbim məscidə yaxındır. Ləhə sələsətu əbvabin, onun 3 qapısı var və bu doğrudur. Çünki mətndə də məktəbin 3 qapısı vardır. Əbvabuhə muğləqatunil ənə, hal-hazırda qapıları bağlıdır. Bu səhvdir. Çünki mətndə məktəbin qapıları açıq idi. Məkatibut tulləbi kəbiratun, tələbələrin yazı stolları böyükdür və bu da səhvdir. Çünki mətnə görə tələbələrin yazı stolları kiçikdir. Məktəbul müdərrisi kəbirun, müəllimin yazı stolu böyükdür. Bu düzdür. Fi faslinə aşaratu tulləbin, sinifimizdə 10 tələbə var. Bu da düzdür. Ammarun minəl Yunani, Ammar Yunanistandandır. Bu səhvdir. Bayramu min Türkiyə, bayram Türkiyədəndir. Bu düzdür. Yusufu min Maliziyə, xeyr, bu da səhvdir. Müdərrisunə minəl mədinəti, müəllimimiz Mədinədəndir. Bu da düzdür. Növbəli tapşırıqda bizə 3 sütun verib və bu sütunlarda birinci sütunda Əl-Bilədulləti fi Asiya, Asiyada olan ölkələr yazılıb. İkinci sütunda Əl-Bilədulləti fi İfriqiyə, Afrikada olan ölkələr. Üçüncü sütunda isə Əl-Bilədulləti fi Urubbə, Avropada olan ölkələr yazılıb. Və bizdən bu tapşırıqda mətndə, yəni adı çəkilən ölkələr içində, ölkələrdən Asiyada olan ölkələri bax bu sütuna yazmaq tələb olunur. Afrikada olan ölkələri isə bu sütunda, Avropada olan ölkələri isə bu sütunda yazmaq bizdən tələb olunur. Mətndə adı çəkilən Asiya ölkələrindən Əl-Yəbənu, Yaponiya, Əs-Sinu, Çin, Əl-Hindu, Hindistan və Maliziya, Malaziyadır. Afrikada olan ölkələrdən Qana, Nigeriya və Nigeriya ölkəsinin adı çəkilir. Avropa ölkələrindən isə
Türkiyə, Türkiyə, İnkeltara, İngiltərə və Əl-Yunanu, Yunanistan. 21-ci dərsdə varid olan yeni sözlər. Əl-məktəbu, yazı stolu, cəmi məkətibu. Əl-kursiyyu, oturacaq, stul, cəmi kərasiyyu. Əl-ləvnu, rəng, cəmi əlvanun. Əl-qiblətu, qiblə. Zəkə, yəni zəlikə daha uzaq üçün istifadə olunan işarə əvəzliyidir. Zəkə isə nisbətən yaxın üçün istifadə olunan işarə əvəzliyidir. Yəni orta uzaqlıq üçün istifadə olunan işarə əvəzliyidir. Və lakin, lakin deməkdir.